Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 33 ailə, 177 nəfər köçürülüb. Bugün bizim bütün həsrətlərimizə son qoyulur. Nəhayət ki, öz doğma el obamıza, ata-baba yurdumuza qayıdırıq. Bu qayıdış üçün biz Ali Baş Komandana, Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Biz bugün qayıtmağımızın əsl səbəbkarları bizim şəhidlərimiz, qazilərimizdir. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində bugün biz öz ata-baba yurdumuza qayıdırıq. Bugün bizim üçün ən sevinçli gündür. Nəhayət ki, 33 illik həsrətə son qoyulur. Bir daha dövlətimizə, dövlət başçımıza minnətdarlığımızı bildiririk. Sizlərə də təşəkkür edirik. Dövlətimiz sağ olsun, var olsun. Həmişə bizim arxamızda olublar. Bizim qayğımıza qalıblar. Bugün də bizə yeni evlər, yeni kənd salınıb, gözəl, hər bir şəraiti olmaq şərti ilə. Bugün sevincimizin həddi hududu yoxdur. Şükür bugünü səbirsizliklə gözləyirdik. Axır ki bugün gəldi çatdı. 32 ildən sonra biz öz doğma yurdumuz, gözəl Zəngilanımız, gözəl Məmmədbəyli kəndinə qayıdırıq. Hökumətə, dövlətimizə öz minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə Allah təala can sağlığı versin. Şəhidlərimizin hesabına, qazilərimizin hesabına, dövlət başçımızın hesabına bu torpaqlar qayıtdı öz demək olar ki, vətəndaşlarına. Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edən Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.